Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bugün səhər saatlarında Zərdab rayonunda ağır yol qəzası baş verib. Xəbər verilir ki, Kəndəbil kəndindən keçən yolda Toyota Prius markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb və ağaca çırpılıb. Nəticədə avtomobildə olan şəxslərdən biri hadisə yerində ölüb, digər şəxs isə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ölən və yaralananın şəxsiyyəti müəyyənləşdirilir. Digər bir xəbərdə, şəxsiyyəti müəyyən olunmuş şəxslər Məftun Məmmədovun sükanın arxasında olduğu Toyota Priusun idarəetməsindən çıxaraq aşması nəticəsində onun atası İntiqam Məmmədov həlak olub. Hadisə nəticəsində onun 3 ailə üzvü də xəsarət alıb. Onlardan sürücünün oğlu 2 yaşlı Tunar Məmmədovun vəziyyəti ağır qiymətləndirilir. Qəzanın törədən Məftun Məmmədovun muğam ifaçısı olduğu bildirilir. Belə ki, o muğam müsabiqəsinin iştirakçısı olub və yarışda 3-cü yer tutub. Qəzada xəsarət alan azyaşlı Tunar Məmmədov vəfat edib.